Mən də yaxşı. Buxarın səncilidir. Birinci olmalı. Dəqiqləşdirəcəm. Birinci nəşr. Hə, müxtəsərdir bu zaten. Müxtəsər tərcüməsi kimə məxsusdur? Əlxam Soyra. Mən sizə bir hədis rica eləsəm, tapa bilərsiniz orada. Hə, de. Bircə saniyə. Bircə saniyə. O kitaba etiqadınız necədir? Yəni tam səhihdir, yoxsa içindən zəif hədislər var? Səhih Buxaridir bu. Hədislər qəbul olunur hamısı. Hamısı qəbul olunurdur. Bəli, bəli. Allah razı olsun. Alışveriş kitabına bir dənə baxın da Zeynəb xanım. Alışveriş var orada. 35-ci babdır. Gəl. Səbir qaqa, yorumları bağlasam nəsə problem olmaz ki inşallah. Problem deyil. Deyirlər. Hədə Görüşürüz inşallah. Əhsən. Birinci hədis. Deməli, rəvayət edilir ki, Abdurrahman ibn Avf demişdir. Elə başlayır. Birinci hədis gözlə bir dəqiqə. 374. 983-cü hədis. Alışveriş babında birincidə 983-cü hədis var orada. Arkadaş, alışveriş kitabı. Neçəcə hədis? 983. Hə, bu hədis deyirsən. Hədisi bir dənə zikr eləyə bilərsiniz. Qardaşı bir dənə geniş ekran eləyək, zəhmət olmasın. Qardaşı geniş ekran eləyək. Əhsən. Deməli, biraz uzaqdan tut, sizə mən zikr eləyim. Əhsən. Rəvayət edilir ki, Abdurrahman Avf demişdir, biz Mədinəyə, biraz sağa zəhmət olmasın, Mədinəyə gəldikdə Peyğəmbər sallallahu aleyhi və səlləm mənimlə Səd ibn Rəbini bir-birimizə qardaş etdi. Aha, Səd ibn Rəbi dedi, mən Ənsarın ən varlı adamlarındanam, malımın yarısını sənə verirəm. Çox gözəl. Ha belə bax. Aha. Gör zövcələrimdən hansı sənin xoşuna gəlirsə, onu sənin üçün boşayım. İddəsi bitdikdən sonra sən onunla evlən. Abdurrahman dedi, mənim buna ehtiyacım yoxdur. Gözəl insan, Səd ibn Rəbi bu hərəkətinə necə qiymətləndirirsiniz? Onun öz cahilliyidir. Buxari bu cahilliyi tərif kimi qeyd edib. Demək ki, onu qəbul etməlisən. Onun yarısı buradadır. Tam oxuda istəsən nə deyibsə. Oxuyaq da davam et. Harada qalmışdı dəqiqə. Oxu. Abdurrahman dedi, mənim buna ehtiyacım yoxdur. Bu şəhərdə alver etməyən bazar varmı? Səd ibn Rəbi Qaynaqua bazar var dedi. Səhəri gün Abdurrahman bazara getdi. Axşam evə qaydanda qurut və yap gətirdi. Bundan sonra gündəlik olaraq bazara getməyə başladı. Çox keçmədən o paltarında sarı bir ləkə Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gəldi. Peyğəmbər sallallahu əleyhi və səlləmə ondan soruşdu. Yoxsa evlənmisən? O bəli dedi. Peyğəmbər sallallahu əleyhi və səlləm soruşdu. Kimin də o ansardan olan bir qadınla dedi. Peyğəmbər sallallahu əleyhi və səlləm soruşdu. Nə qədər mehir verdin? O bir çəydək ağırlığında qızıl vermişəm dedi. Onda Peyğəmbər ona belə buyurdu. Eləsə pişik qoyunla olsa da ziyafət ver. Hardadır bu da məzəmmət? Nə axtarsın sən burada? Abdurrahman Avfun hərəkətinə qiymət. Yəni öz zövcələrindən hansını istəyirsən, gəl götür, bəyən, bax.
və Buxarinin müxtəsərində. Buyur inşallah. Ümumda tərifləmiş ki, qardaş. Məzəmməti hanı qardaş? Qaqaş deyir. Qaqaş deyə adım Saboydu. Saboy deyib müraciət eləsən sevinərəm. Məzəmmət deyirsən ki, tərifləmir. Tərifləmirsən məzəmmət olmalıdır. Məzəmmət yoxdursa, demək ki, tərif kimi öz kitabında yazılır. Əgər tərif olsaydı, məzəmmət olsaydı, məzəmmətini qeyd etməli idi. Yox qardaşım, bildim mi? Bax sənə söyləyim. Bu kitabın öz təfsir forması da var. Buyur, zəhmət olmasa təqdim edir. Təfsir öz məndə yoxdur. Arxalarda yazılır da belə, baxım görüm. Onda ki, alimə təfsir edirlər, nəticə çıxarırlar. Mən onu hal-hazırda bilmirəm. Mən alim deyiləm ki, onu sənə burada 1400 illik kitabı, bütün əhl-i sünnətin etiqad etdiyi kitabı 1400 illik, kitabın yaşı 1400 ildir. 1400 illə tərcümə edilibdir, 10 ildə tərcümə olunubdur. Qardaşım, o kitabın yaşı 1400 ildir. Dot 1100 olsun. Qardaş, İsmail Əli Buxari neçənci ildə dünyaya gəlib? Yəni kitabın müəllifin özünün doğum tarixi neçədir? Hicri təqvimdən, belə deyim, məsələn, 1000... Aha. Milad təqvim, hicri təqvim. Fərqi yoxdur, ikisindən birində. Milad təqvimdən belə 1000 neçədir belə təxminən. Bəs desə 1400 il bundan qabaq. O necə olur? O hadisə deyəm 1400 il qabaq olubdur. Kitabdakı belə deyəm. 810-cu ildə İsmail Əli Buxari dünyaya gəlib. Milad təqvimdən. Hicri təqvimdən isə 194-cü ildə. Yəni peyğəmbərimizdən təxminən 200 il sonra İsmail Əl-Buxari dünyaya gəlir. Bu hadisə də peyğəmbərin sağlığına baş verir. Çünki orada peyğəmbərin mübarək kəlamı var. Aydın? Bu birinci məsələ. İkinci məsələ budur ki, biz hədisə, siz zahirə mükəlləfsiz. Sizin etiqadınız zahirə mükəlləfdir. Eşitdik, iman gətirdik məsələsi. İmam qaydavızın. Mən də sizin kitabdan, siz kitabı qoydunuz. Mən özüm şiəyəm. Amma əhl-i sünnə kitablarının bir çox əhl-i sünnədən çox oxumuşam. Hamısından demirəm, bir çoxundan deyirəm. Və bu kitabdan, nəinki bu, bundan istəsən bütün bildiklərimi sizə oxutura bilərəm və yaxud ki, xahiş edirəm, siz açarsınız, özüm oxuyarım, zikr eləyərəm. Məsələ o deyil. Məsələ bundan ibarətdir ki, gözəl insan, gözəl şəxsiyyət. Bu hədisə siz özünüz, öz fəhminizlə, axı siz eşidib iman gətirirsiniz, sizin əqliniz var. Əqllə nə qiymət verərsiniz? Bu hədisin bura verilməyindən, Sahabənin hərəkətindən. Bir insan öz arvadını qardaş dediyi adama deyərmi ki, ürən hansını istəyir, boşayım sən də bax bəyən, bəyəndən sonra mənə deyirəm, boşayım iddəsi bitsin, ged al onu. Belə ümumi baxanda o esto zındıqlıqdır, söz nəsə mənasında, ha? Bəs sizə səhabələrə hamısı iman gətirilmişlərdir. Necə olur bu? Özü Abdurrahman Avf. Deyən, bir dənə sağa çevir zəhmətimizi biraz. Səd İbn Rəbi, biraz sola həmən ki, görüm arvadını vermək istəyən hansı idi? Səd İbn Rəbi idi, yoxsa Abdurrahman Avfdur? Səd İbn Rəbi, hə. Səd İbn Rəbinin bir dənə tarixinə baxın ki, Əhl-i Sünnə dünyası Səd İbn Rəbidən nə qədər hədislər nəql eləyib, nə qədər kəramətləri özündə götürür, yəni etiqad babından nüfuzlu adamdır Əhl-i Sünnə dünyasında. Yox, belə cənnətlə müjdələnmiş adam deyil, səhər söylədiyində mən. Cənnətlə müjdələnməyibdir, onun belə Sahabə cəhənnəmə getmə ehtimalı var. Səd İbn Rəbi sahabədir. Hə. Səd İbn Rəbi sahabədir, qardaş, sahabədir. Sizin ümumi qaydavız var, bəlkə də unutmusunuz, yadınıza salın. Ümumi qaydavıza əsasən istənilən sahabə Muaviyə İbn Əbu Sufyan qarşıq belə, hətta o da cənnətlə nə olub? Müjdələnib. 10 nəfər müjdələnib bizdə cənnətdən. 10 nəfər xüsusdur. Var xüsus, var. Başıcı mübəşşirə.
Hə, Belə var şey. xusus, var ümum. Ümumda səhabələrə hamısı cənnət əhlidir deyə onların Belə bir arxasına əqidə də gedir. yoxdur. Bizdə elə bir əqidə, elə bir şey yoxdur. 10 sahabə cənnətlə müjdelənibdi. O qədər. Peyğəmbərdən sizə hədis yoxdurmu ki, mənim sahabələrimin arxasıca gedin. Onların hərəsi bir ulduzdur. Müslim var yanınızda. Var. Neçə cildlər var? Bir işə ciddi elə. O hədisi təqdim edeyim sənə. Kitab yanında deyil, ikinci mərtəbələdir. Başa düşdüm. Amma belə ürəyində qalqaldırsa gətirirəm, problem yoxdur. Yo, zaten məndə problem deyil. Narahat olmama. Yaxşı, burada bir dənə də məsələ var. Vaxtınızı almıram ki. Yo, xoşdur. 63-cü babı zəhmət olmasa aç. Deməli 63-cü Yox, qardaş, babın bunun nə söhbət eləyək, qutaraq. bunu ya mən sizə sadəcə hədisi Yox, təqdim deyirsən edim ki, ki, qardaşım, deyirsən ki, dəyyusluq eləyibdi, həmin o adam dəyyusluq eləyibdi. bu cavab mənə kifayətdir, əsl. Dəyyusluq eləyibdi, dəyyusu yer cəhənnəm deyir.